səsi eşidirsiniz. Yağış yağır. Əl işlərinizə baxmaq vaxtıdır. Fərqli bir mühit yenə. Bütün bağımızı sizə gəzdirəcəm bu gedişlə. Baxay, uşaqlar necə əl işi işləyib. Deməli, ilk işimiz. Salam müəllimə, necəsiniz? Çox sağ ol, yaxşı olasan. Bundan əvvəl çəkdiyim bir neçə şəkli paylaşmışdım. 10 yaşım var. Adım da bəlkə yadınıza düşər. Naib. Maraqlı adım var. Aha, videoda paylaşsa sevinərəm. Aha, portret işləyib. Portret məşq eləyib doğrusu. Halqalar, formalar maraqlıdır. Qəşəng işləmisən. Növbəti addım hissələri çəkməkdir. Yəni gözün, burun, ağzın bir-bir məşqini etmək vaxtıdır. Elə eləsən çox daha uğurlu olacaq. Yaşın neçədir? 10 yaş. 10 yaşa görə məncə əladır. Təzədən gəldim. Hardan gəldim? Amma ki, sertifikatla bərabər bu mənim rəsm üzrə aldığım ilk sertifikatdır. Və bu iş demək olar ki, mənim 5 günümü çəkib. Bu arada yaşım 12-dir. Sizdə düşüncələrinizi çox önəmsəyirəm. Bir cümləniz mənim üçün, yəni deyir ki, cümləniz mənim üçün çox önəmlidir. İlk növbədə mənzərə çox qəşəngdir. Yəni sertifikat ondan da qəşəngdir. Uğurların daimi olsun. Yəni ilk sertifikatdır. İnşallah davamlı formada gələr. Əl işin çox qəşəngdir bu arada. Dağın mənzərəsi olsun, o güllər olsun. Hər biri həqiqətən çox qəşəngdir. Yəni bilinir ki, əziyyət çəkmirsən. Zaten bu əziyyətin bəhsini inşallah qat-qatda alacaqsan. Çox qəşəngdir, çox da bəyəndim. Zəhmət uzmasa şəklimi baxa bilərsiniz müəllim. Niyə də baxmıyorum? Baxaq. Gözəl, yəni gözlər çox maraqlıdır. Baxışları olsun. Qəşəngdir, çox qəşəngdir. Çox tanış gəlir. Bu stildə çox əl işi görmüşəm deyə. Amma sənin əşində qəşəngdir. Bu arada neçə yaşın var? Yaşını qeyd eləməmisən. Salam müəllim, bunları mən çəkmişəm. Şortda paylaşsaz çox zəhmət çəkmişəm. Ümumiyyətlə bu peşə zəhmət çəkəni, əziyyət çəkəni çox sevir uşaqlar. Çünki rəssamlıq özü əziyyətin bir bəhrəsidir. Yəni əziyyət çəkməlisən, rəsm çəkməlisən. Biz əziyyət çəkirik əslində, rəsm çəkmirik. Nəysə bunu niyə dedim? Option, yəni mən əl işim çox qəşəngdir. Bu yəni bu sənətə dəyər, sevgi, yəni hər şeydən, yəni detallar çox qəşəngdir. Bir dəqiqə şəkilə bir dəfə fokuslanmağım belə qalıb. Maraqlıdır, çox qəşəngdir. Detallar olsun. Zaten ümumiyyətlə saçları olsun, geyimi olsun, çox qəşəngdir. Plus fonu, yəni fondakı detallar da çox qəşəngdir. Əməl başda sən bunu işi didmisən də, yaxşı mənada çox qəşəngdir. Əllər və sağlıq. Digər işə baxaq. Salam müəllimə, necəsiz? 16 yaşım var. Qiymətləndirin 16 yaşa görə. İncir çəkir. Bunu deyim ki, incinin içini olduğu kimi çəkmirsən, qəşəngdir, karandaşla işləyib. Biraz konturlamanı tövsiyə edirəm. Nə mənada? Yəni işıq kölgə mənasında biraz tünd olan hissələrin bilindir. Demirəm, qapqara ilə, amma onu eləsən işin lap əla olar məncə, yəni çox qəşəng olacağını əminəm. Aha, salamlar, necəsiz? İnşallah yaxşısınızdır. Buyurun, yeni ideyalarım, yeni xəyallarım, yeni arzularım, yeni maraqlarım, yeni mənalarım, güc verdiyim rəsmlər sizə təqdim edirəm. Hamısını çalışın, göstərin deyir. Bunu deyim ki, Şahinin əl işlərini hər biriniz görmürsünüz. Demək olar ki, hər videoda var. Demək olar ki, bəzən çatdıra bilmirəm. Və ən çox bəyəndiklərimi bundan sonra qoyuram. 10 dənə, həmişə 10 dənə, 20 dənə, 10 dənə həqiqətən əl işi atır. Yəni bu insan daim işləyir də, yəni həqiqətən. Sprikkanı bəyəndim. Çox qəşəngdir. Bir-bir simlərinə qədər işləyib. Məsələn, təsbih də çox qəşəngdir. Əsasən də o saçaq olan hissələrini mən çox bəyəndim. Xırda detallarını. Ən çox bəyəndim bu naxış olandı. Naxışı nəyə oxşatdım? Qar dənəciyinə oxşatdım və çox bəyəndim. Həqiqətən çox da qəşəngdir. Albalıda. Ümumiyyətlə uşaqlar, siz yaz meyvələrindən hansını xoşlayırsınız? Mən çiyələyi xoşlayıram belə də. Ümumiyyətlə banan yeyənəm. Banan da haçan yetişir. Nəysə boş verə, banan haçan yetişir, nə edirik? Yəni dediyim kimi hər birinizin bütün şəkillərini paylaşa bilmirəm. Çünki video uzanır. Vaxt mənasını bilirəm. Bəziləriniz videoyu axıra qədər izləyir. Bəziləriniz ümumiyyətlə sadəcə öz əl işinə baxır və çıxır və bu da mənim kanalıma həqiqətən çox ziyan vuran bir şeydir. Bilirəm videolar maraqlı etməyə çalışıram, amma zaten maraqlı olan sizə əl işlərinizə baxmaydı. Mənim üçün öz tərəfimdən deyirəm. Ola bilir video izlənmir, kanalımız get-gedə abunə azalır, cəmaatın kanalında abunə artır, bizdə azalma baş verir. Ola bilsin. Yəni bir gün buraxaram, buraxmaram bilmərəm, amma vaz keçmərəm mən. YouTube-u çox sevirəm, sizləri sevirəm, yəni rəsm çəkməyi sevirəm. Nə bilim, yaxşı olar inşallah gələcəkdə yolumuz açıq olsun hamımızın. Salam müəllimə, necəsiz? Yaxşıyam, adım Gülaydır. 15 yaşım var, bu il 9-cu bitirmişəm, qabiliyyət imtahanı hazırlaşıram.
Hələliyinə müəllim yanına getmirəm. Yəni rəngli rəsmdə piksellər işi. Hə, piksellərlə olan yadımdadır, SSL-ləri götürdüyümdə maraqlı idi. Amma mən bu ikinci işin daha çox bəyəndim, heykəl işləmişəm. Bir də 9-cu sinifdə quzum şeydir, heykəl deyil. 9-larda ümumiyyətlə fəza fiqurları olur, natürmort ümumiyyətlə düşür, fəza fiqurlarının birgə olur. Yəni onlara fokuslanmayı tövsiyə edirəm. Hələliyini müəllim yanına getsə, zaten bir müəllim səni götürməyəcək artıq. Çox, yəni o qabiliyyət imtahanı başlayıb, bu da var. İnşallah uğurlar, gözəl nəticə əldə eləyərsən inşallah. İnşallah burada yazarsan ki, müəlliməm, mən qabiliyyət imtahanından keçdim və müəllim yanına getmərək bunu etdim. İnşallah elə deyərsən. Yəni uğurlar sənə. Salam müəllimə, sizcə necə alınıb? Bax, bunu deməyəcəydim, deyirəm. Birinə mələk deyirsən, ixtiyabən deyirsən ki, mələk kimi birisən. O əslində şeytan da bir mələk olduğu yadıma düşür və onun şeyi budur da, bu şəkli budur. Çox qəşəngdir, qanadlarına bayıldım. Yəni çox qəşəngdir, çox qəşəngdir. Digər işimizə baxaq. Salam müəllimə, xoşladığım müğənninin şəklini çəkmişəm, həvəskar olaraq. Sizdə necə alınıb? Bu formada dayanan birini ilk dəfə çəkdiyini deyir. 22 yaşı var, dəqiqə. İş çox qəşəngdir, mən işə söz demirəm. Çox qorxuducudur amma, çox qəşəng işləmişsən amma. Uşaqlar gözlərini fikir verdiniz, gözləri çox belə baxır, belə gülüç, dəli kimi baxır, gülür, yəni biraz qorxuducu. Mən bunu gecə baxsam bu şəkildə qorxaram. Amma işin çox qəşəngdir, yəni bilmirəm hansı akt müğənnidir. Adını yazarsan zəhmət olmasa. Mən çünki tanımıram o qədər də müğənni falan. Sadəcə musiqilərini dinləyirəm, üzdən o qədər də tanımayan biriyəm. Salam müəllimə, necəsiz? Sizcə necədir? Anime işləyib, çox qəşəng işləməyib. Əsasən çənə hissəsi, saçlar, gözlər falan çox qəşəngdir. Anime çəkmək bu qədər də asan deyil, amma sən çox qəşəng işləmirsən. Salam müəllimə, rəsmi 10 üzərindən qiymətləndirin deyir. Yaşı neçədir bu arada? Mən yaşı əsasən qiymətləndirməyi daha çox önəmsəyirəm. Nəinki qartaldır, şahindir bu, hansıdır? Çox qəşəng dimdiyi falan olsun, gözləri. Və 10 üzərindən deyirəm də sənə. 7-8 ala bilərsən, qəşəngdir. Əllərə sağlıq. Buradakı yazıları mənə çox təsir etdiyinə görə dedim ki, tək bu formada paylaşım. Deyir ki, salam müəllimə, mənim 15 yaşım var. Əslində mənim rəsmə indiyə qədər marağım olmadığına və çəkməmişəm. Ümumiyyətlə çəkmədiyini sizin sayənizdə, sizin paylaşdığınız videolarda belə canlandırdım. Yəni ona örnək olduğunu söyləyir və ilk işi, inanırsınızmı, ilk işi bu olub. Məncə də çox qəşəngdir. Belə işləməyə də davam et. Yəni rəssamlığı sadəcə hobbi kimi yanaşmaqdansa mən bacarmaram deməyib, yəni əlindən gələni etməkdir. Məncə də ilk işim çox qəşəngdir. Digər bir işimizdir. Bu balacamız dəfələrlə mənə yazırdı ki, müəllimə, mənim şəklim yoxdur. Mən çaşıb başqasının əl işini götürmüşdüm. Bax, yəni bir növbəsini keçirtmişdim və burada yazıb ki, salamlar gözəllər gözəli müəllimə. Ümid edirəm ki, yaxşısınız. Şəkilləri baxsanız sevinərəm. Sizi çox sevirəm. Yaxşı ki, varsınız. Sizin sözləriniz, şəkillərinizə baxmışam və mənim üçün çox önəmlidir. Dediyiniz hər şeyi etməyə, dəfələr çəkməyə, etməyə qarşı çalışıram. Yəni bir sözlə əllərə sağlıq. Mən əl işini çox bəyəndim balacam. Özü bu şirin forma, gözəl baxışları olsun. Yəni məncə çox qəşəngdir. Çəkməyə, belə yaratmaya davam et. 13 yaşı mələk, uğurlar olsun qızım. İnşallah daha gözəl əl işlərin olacaq. Kimlər videonu sona qədər izləyir? Ola bilər, izləməyə də bilərsiniz. Kimə əsasən maraqlıdırsa, əlbəttə onların izləməyini mən istəyirəm. Kimisə məcburum. Ay, mən videolarımı izlə falan deyən biri deyiləm. Zaten bilirəm ki, rəssamlığa həvəsi olanların YouTube qarşısına çıxarır. Bu da deməkdir ki, yəni rəssamlığa marağı olanlar o qədər də çox deyil, təəssüf ki. Amma hər kəsin qəlbində bir rəssam, balaca bir rəssam olduğunu, gizləndiyinə inanan biriyəm. Belə danışmaq istədim bunu. Get-gedə videolarımızın baxışları azalır, artır, çox qəribə bir hala düşməyə başlayır. Bilirəm, o qədər də wow bir ardıcıllıqla video atmıram. Amma nə bilim, biraz dərdləşmək istədim bu mənada. Bir sözlə digər videolarda, ümid edirəm ki, digər videolarda görüşmək üzrə. Sizi çox sevirəm. Rəsm çəkməyə davam edin. Bəlkə biz video çəkməyi dayandırarıq, amma siz rəsm çəkməyi heç vaxt dayandırmayın. Bir rəssam həmişə öz əsəri ilə tanınmalıdır. Digər videolarda görüşənədək hələlik.